93-cü ildir. Biz gəlmişik Turgut Özalın dəfn mərasiminə. Gəldi Ankara'ya, İlçi Bey'lə gəldi o vaxtda. Orada görüşdük. Samarqanddan çıxanda Heydər Əliyevi gördüm. Süleyman Demirel'lə bir yerdə durmuşdular. Vertolyota biz keçəndə, yaxınlaşanda dedi ki, sən Güləbilin oğlu deyirsən. Dedim, bəli. Dedim, necə danım? Dedim, yaxşı danım, duaçıdırlar. Dedim, salam deyərsən. Dedim, baş üstünə. Biz orada, bütün tədbirlərdə orada, Ankara'da. Oradan gəldi İstanbul'a. Bir yerdeydi hamımız. Oradan da döndük Bakıya. Bir-iki aydan sonra gəldi Heydər Əliyev oldu. İyunda gəldi. 17-sində gəldi Bakıya. Orada görüşdük. Başladıq onunla işləməyə. Xaricdə gedirdi, Amerika gedirdi, öbür ölkələrə, İngiltərəyə gedirdi, Fransa gedirdi. Ondan elə qəbul edirdilər ki, hələm məsləhətlərə qulaq asırdılar. Yəni o dərəcədə buna hörmətlə yanaşırdılar. Bir dahi idi də, böyük adam bir, nə bilim, bir qalı idi elə belə. Gəlirdi, bizdə bir proqram var idi də. Gəlirdi, 2 gün, 3 gün orada xaricdə, ya Amerikanı götür, başqa ölkələri götür. Proqram var idi, 1-2 günlük. Ondan sonra xahiş edirdilər, görüş təşkil edirdilər. Birinci adamlarla, şəxslərlə, böyük biznesmenlərlə xahiş edirdilər ki, biz axşam yeməyinə gəlir, yığışaq, orada sizə qulaq asaq. Və yığışırdılar, bir nömrəli adamlar, dünyanın bir nömrəli adamları yığışırdı. Bzezhinski gəlirdi, Olbrat gəlirdi, Rice gəlirdi, hamısı gəlirdilər, yəni sual verdilər, Şakir kimi, Şakir kimi, doğrudan deyirəm, bir nömrəli adamlardır, bütün dünyanı bununla idarə edən adamlardır. Buna qulaq asırdılar. Budur, qalxırdı, 1-2 saat ayaq üstə qalırdı, danışırdı. Onu başa salırdı, suallarına cavab verirdi. Dünyanın hər yerində bütün çıxışlarını başlayardı Qarabağdan. Kartla gedirdi. Xəritə ilə gedirdi. Onu asırdı, cəmaata başa salırdı, harada yerləşir, ermənilər harada yaşayıblar, haradan gəlib zəbt eləyiblər, çıxırlar. Hər yerdə başlayırdı Qarabağdan. Gəlsə Lisabonda olmuşdu, nəsə ona qəbul eləməli idi, qətnamə deyirlərdi ona. Hamısı bunu imza atmalıdır. Kimsə atmasa, demək o qətnamə qəbul olunmur. Bunlar da Qarabağla bağlı deyəsən, mənim yadımda deyil dəqiq. 30 il keçir. Nəsə bunlar qəbul eləməmişdilər. Ulu Öndər deyən, yəni təklif elədiyini. Onun üçün də budur ki, mən qol çəkmirəm, qətnaməm qəbul olunmasın. Deməli, o boyda yığılacaq, neçə ölkələr gəlib, boş-boşuna yığışıblar, gəliblər, heç nə nail olmayıblar, oradan çıxıb gediblər. 2-3 gün getdi, orada danışıqlar getdi, gəldilər. Albert Gor gəldi, nə bilim, Finlandiyanın prezidenti gəldi, Almaniyanın baş kansleri gəldi. Gəldilər, danışıqlar getdi, axırda oldu, biz Ulu Öndər deyən şey oldu. Saldılar, qəbul elədilər. Lisabonda olmuşdu. Onu da biraz hirslənmiş, amma belə onu hirslətmək çox yüngül şey deyirdi. Yəni özünü çox yaxşı idarə edirdi. Lisabonda mən danışmışdım da bir dəfə. Kinkel'lə orada görüş gedir. Almaniya Xarici İşlər Naziri ilə. Mən müşavirə girmədim. Qaldım xaricdə, qaldım bu yerdə. Danışıq zamanı Kinkel öz işçisinə nəsə bir tapşırıq verir. Bu çıxır, mən də deyir ki, indi qayıdacağım. Orada qapılar da böyük qapılardır, layvalar. Belə açıldı, gördüm ki, belə baxdı, bir söz demədi. Yəni oturublar, orada danışıqlar gedir. Bu qaydanda dedim ki, bəs mən qayıtmışım, girim dedim ki, içəri. Bu özü açdı qapını, özü daxil oldu. Mən qapını bağlanında gəldi, gördü.
Çıxandan sonra gəldi, durdu qabağımda. Deyirsən, qapını niyə açıb bağlayırsan? Sən işin gün yoxdur, bax elə mən. Deyim ki, bu oldu da bir də eləmərəm. Nə deyim ki? Deyim ki, Kinkilin işçisi çıxdı, girdi. Deyəcək, Kinkil kimdir? Sən Kinkilin nə işin var? Sən sual verim, qapını niyə açıb bağlayırsan? Elə deyə bilərdim. Saatı xərab olmuş, o hər dəqiqə saatına baxırdı. Bizim görüşlərə, danışıqlar saata baxırdı. Saat xərab olmuşdu Cenevrədə. Dedilər, bu saatdan, dedim, bu saatdan burada olmaz. Onunla danışmışdım. Saatdan burada olmaz. Bura İsveçrədir, bu da saat Yapon saatıdır. Yəni, burada olmaz. Sifariş verdim, getdilər, gətirdilər saat. Çox bahalı saatlar idi, çox bahalı. Mən də daha məruzə eləmədim. Yanımdakı adama dedim ki, demə ki, saatlar gəlib gedib də, bunu yaraşmaz. Belə saat giyinməz. Bu gedib deyib deyəsin. Sən o çıxıb ki, deyib ki, sənin pulun hardandır, dedim. Məndə pul yoxdur idarə. Deyir, bəs, falan qiyməti bir saat olar. Sənin başın xarabdır, deyim, bilməyiblər, onun saatları bu gətiriblər. Deyir, 1 milyon qaçqını var. 20% torpaqlarımız gedir. Onu bilsələr, mənə nə deyərlər, bu qiyməti mən saat deyənəm. O belə olmuşdur o məsələ. Kuşmanı yola salanda, Daxili İşlər Nazirliyinin işçiləri çıxır, yoxlayırlar aləm, bizim işçilərlə birlikdə. Baxış keçirib bütün marşrutla bağlı, bütün marşrutla. Daş, iki dənə daş bir yandan orada olmamalıdır. Yəni, çox diqqətlə baxılır. Onda tapmışlar 275 kilo trotil. O da partlasaydı, sabunçu zad qalmayacaqdı orada. Çox idi, yaman. 275 kilo çoxdur. Çox sadə insan idi, düzdür, çox. Anam rəhmətə gedəndə durub gəlmişdi bizə. Gəldi, iştirak elədi, yas mərasimində gəldi. Palatkada oturdu.